Dərsimiz direct, indirect speech, vasitəsiz və vasitəli nitq. Biz bunları düzəldərkən nə edirik? Bir-iki qayda var ki, ümumi mənada. Birinci, dırnaqlar, vergül və dırnaq işarəsi varsa, vergül və dırnaq işarəsi atılır. Əvəzliklərimiz də müvafiq olaraq dəyişir. Çünki əgər o deyiriksə, mən deyirəmsə artıq başqa olur. O deyirsə, Karla deyirsə, onda artıq başqa olur. Əvəzliklərə mütləq diqqət edirik, çünki əvəzliklərimiz dəyişir. Bunların hamısını indi nümunələrdə göstərəcəyik. Bir də vasitəsiz nitqdə işlənən xitab vasitəli nitqə tamamlığa çevrilir. Vasitəsiz nitqdə baş cümlədə zaman, indiki qeyri-müəyyən, indiki bitmiş, gələcək qeyri-müəyyən zamanlarından biri olarsa, çevriləndə heç bir zaman dəyişikliyi baş verməyəcək. İndi gəlin bu dediklərimizi, ümumi qaydalarımızı gözdən keçirək. Məsəl üçün, görürsünüz ki, burada John says. John deyir ki, I watch television only at weekends. Mən televizora sadəcə həftə sonları baxıram. Burada baxıram ki, indiki zamandadır. Bəli, indiki zamandadır və cümləmə baxıram, cümləm də indiki sadə zamandadır. Onda artıq heç bir dəyişiklik eləməyəcəm. Çünki hər iki tərəf də eyni zamandadır. Eyni zamanda olduğu üçün dəyişiklik eləməyəcəm. Sadəcə olaraq John deyir ki, artıq burada John deyiri qoydum. Bir də onu deyim ki sizə, Say-dən sonra tamamlıq gəlməz. Say-dən sonra tamamlığın gələ bilməyi üçün mütləq və mütləq to olmalıdır. Ondan sonra tamamlıq gəlməlidir. İndi gəldik. John says that. Zəti deyə də bilərik, istəsək ata da bilərik, istəsək deyə də bilərik. İndi Tom kişi cinsində, John kişi cinsində olduğuna görə burada nə edirik? John'un dediyi ayı, John deyibdi ki, mən televizora baxıram da. İndi deyirəm ki, o televizora baxır. He watched burada indiki sadə zamanda s qəbul eləmədi, çünki mən deyirdim, amma burada üçüncü şəxsin təki olduğuna görə feil eş şəkilçisi qəbul elədi. At weekends olduğu kimi qaldı. Gördüyünüz kimi dəyişdik. Nələrə fikir veririk? Deməli, burada I deyiriksə, məsələn, he, she ola bilər. We, biz deyiriksə, they ola bilər. Me deyiriksə, him, her ola bilər. Us deyiriksə, them ola bilər. You, me, us, I, we bunların hər birinə baxacağıq. İndi müəllimlər, deməli nədir? Zamanlarımızda dəyişiklik olur. Necə olur zamanlarımızda dəyişiklik? Burada görürsünüz, keçmiş zamandır. He said. Və burada da indiki zamandır. I prepare. Bunun üçün biz nə edirik? Bunun üçün biz zamanlarda dəyişiklik edəcəyik. Buradakı indiki sadə zaman olduğuna görə biz bunu çevirəcəyik indiki keçmiş zamana. He said olduğu kimi qaldı. He said-dən sonra zəti saxlaya da bilərəm, ata da bilərəm. Orada he prepared idi. İndiki sadə zamanı idi. Dəyişdik neylədik? He prepared. Keçmiş sadə zaman elədi. Gələcək zaman formamız shall burada verirəmsə, baxın, burada keçmiş zaman vermişəmsə, shall will-da çevriləcək müəllimlər. Shall-imizi çevirəcəyik will-da. Baxın nümunəmizə, məsələn. Burada deyir ki, he said he would prepare. O dedi ki, he would prepare his lesson. Dərslərini hazırlayacaq. İndi gəlin bir neçə nümunəyə də daha baxaq. Bir neçə nümunələrə də baxaq. Məsələn, burada deyir ki, yaxşı verməyibdir. Görürsünüz, continuous zamanı olanda I am preparing my lessons deyir. Continuous zamanı olanda yenə he said-imi qoydum. He was preparing his lessons. Bura kimi aydındır? Neysə dəyişiklik var. Aydın olmayan. Onda davam eləyək. Baxırıq ki, I have been preparing. Perfect zamanıdır. Elə davam edici perfect. Onu neyəcəm? Burada said keçmiş olduğu üçün baxın onu da dəyişdim. Elədim nə? Had been preparing. Gördünüz? Modallarımızı mütləq və mütləq dəyişirik. Can modal feili nə oldu? Could oldu. Bir də elə bir cümlələr var ki, onlar dəyişmir. Bu cümlələr necə bir cümlələrdir? Fakt cümlələrdir, olanda dəyişmir. Dəqiq bizə il, tarix verirlərsə onda dəyişmir, olduğu kimi qalır. Bax, görürsünüz, the teacher said, müəllim dedi ki, the sun rises in the east, günəş şərqdən qalxır. Müəllim dedi ki, görürsünüz, burada said keçmiş olmağına baxmayaraq, cümlə olduğu kimi də qaldı. Zamanı olduğu kimi də qaldı, gördünüz, heç bir dəyişiklik eləmədik. Niyə? Çünki həqiqi bir fakt cümləsidir, ona görə heç bir dəyişiklik istifadə etmirik. Bir də nə zaman dəyişiklik eləmirik, müəllimlər? Baxın, bir də indi də
öz aktuallığını qoruyub saxlayırsa, baxın indiki zaman olanda heç bir dəyişiklik eləmirik. Görürsüz burada says, Jane says. Yaxşı görünmür? Burada Jane says yazıb. Jane says nöqtə dırnaq işarəsi qoyub my children always help me. Jane deyir ki, onun uşaqları həmişə ona kömək edir. İndiki də bir fakt cümləsidir. Says deyir ki, onda artıq her children tamamlığı dəyişirəm. Zaman olduğu kimi gördünüz, indiki sadə zamanda olduğu kimi qalır. Bir də nələrə fikir veririk? Burada bizim zaman zərflərimiz mütləq və mütləq neyinir? Dəyişir. Bunlara fikir veririk. Now olur then. Ago olur before. Today olur that day. Tonight olur that night. Tomorrow olur ya next day ya da following day. Yesterday olur the day before və yaxud da ki the previous day. Last night olur the night before. Here olur there. Gördüyümüz kimi mütləq və mütləq nə etməlidir? Dəyişməlidir. Nəqli cümlələri keçirərkən çox asandır. Bayaqlarım dediyimiz qaydaları idi, nəqli cümlələr aiddir. İndi sual cümlələrini keçirərkən amma nələrə fikir verməliyik? Sual cümləsini keçirmək üçün. Bax, görürsünüz, burada nədir? Sual işarəsili bir dənə cümlə veribdir. Elə sual işarəli bir dənə cümlə veribdir bizə. İndi biz bunun sual işarələrini keçirərkən nəyə diqqət edirik? Baxın, mütləq və mütləq nəyə qoyuruq? Whether və yaxud da ki, if bağlayıcılarından istifadə edirik. Sual cümləsi to do ilə düzəlibsə, to da to düşür. Mənaya görə say və yaxud da ki, ask, I want to know və yaxud da ki, can you tell me, please tell me, I wonder. Bu cür ifadələrdən istifadə edə bilərik. Tamamlıq budaq cümləsi alınır. Gəlin indi baxaq. Bir də gəlin buna baxaq məsələn. Helen asked. Helen dedi. Hələ sual cümləsidir. Does var. Does'la başlayıbdır da. Görürsünüz, buradakı dırnaq içində olan sual cümləsidir. Helen asked'ı yazdım. Hələ yazdıq. If və yaxud da ki, whether qoymalıyıq. Qoyduq, ikisindən birini qoysaq düzgün sayılır. İndi nəqli cümlə formasında deyəcəm. Victoria'nı qoydum. Aha. Və burada indiki zamandasa olur bir zaman keçmiş atırıq burada da. Eyni qaydada. Liked. Victoria liked chocolate. Gördüyümüz kimi gördünüz. Burada qətiyyən ikinci tərəfdə did köməkçi feilindən istifadə edə bilmərik. Çünki bu sual cümləsi deyil. Artıq vasitəsiz nitqə çevrildi. Vasitəli, vasitəsiz nitqə çevrildi. Ona görə dəyişiklik elədik. Burada sual olmayanda dedik ki, mütləq və mütləq ya whether və yaxud da ki, if qoyuruq ortaya. Dəyişikliklər də bayaq dediyimiz ümumi dəyişikliklərdir. Burada da yenə tətbiq edirik. İndi gəldi xüsusi sual cümlələri. Xüsusi sual cümlələri nə idi? Müəllimlər, where ilə başlayırdı, when ilə başlayırdı, why ilə başlayırdı. Görürsünüz? Baxın, bunlar da, məsəl üçün, where will the Smiths spend their summer holiday? Gördünüz? Where ilə başlayıb. Biz bunun üçün nə edirik? He asked'ımızı qoyuruq. Bayaqdan burada adi does'la başlayırdı. Adi lap kənlə də başlaya bilərdi müəllimlər. Sonra kənlə başlamazdı. Məsələn, hər hansı başqa bir köməkçi feilindən başlayardı. Bu zaman biz yenə if whether'dən istifadə edərdik. Amma burada xüsusi sual sözümüz olduğuna görə where olduğuna görə where'ni qoyduq. Tamamlığımız mübtədamız ismizdir. Bunu da qoyduq. Sadəcə olaraq burada zamanı dəyişəcəyik. Will oldu nə? Would. Will oldu would. Would spend their summer holiday. Bu cür istifadə edirik. Ümid eləyirəm, aydın olur. İndi gəlirik əmr cümlələrinin dəyişilməsinə. Əmr cümlələrini də dəyişərkən bir neçə nümunələr var. Onlara baxaq. Məsələn, əmr cümləsini dəyişərkən, bax, to say. To say feilini nə ilə əvəzləyə bilərik? To tell ilə əvəzləyə bilərik. To order ilə əvəzləyə bilərik. To command ilə əvəzləyə bilərik. To beg, to advise, to ask, to tell. Bunlarla əvəzləyə bilərik. Say verilibsə bunlarla əvəzləyə bilərik. Bu feillərdən birinə çevrilir. Və mütləq və mütləq. Əmrdə mənə nə lazımdır? Əmrdə mənə lazımdır to verb 1. Görürsünüz burada to verb 1. To verb 1. To verb 1-dən istifadə edəcəyik əmr cümlələrində. Və onun inkar formasını düzəltmək üçün də not to verb 1-dən istifadə edəcəyik. Gəlin indi cümlələrə baxaq. The boss said to me. Boss mənə dedi ki, bir də bir şey var müəllimlər. Baxın, said və yaxud da ki say fərqi yoxdur.
Bunlardan sonra tamamlıq gəlməz. Bundan sonra tamamlığın gəlməsi üçün said'imi yazıram və yaxud da ki, say'mi yazıram, to qoyuram və ondan sonra tamamlığımı qoyuram. Olmaz. Amma mən bunu istəyirəm said'lə yox, told'la da əvəzləyə bilərəm. Told, dedi. Told'la əvəzləyə bilərəm. Told'la əvəzləyəndə amma told me deyə bilərəm. Tamamlıq gələ bilər. Amma said'dən sonra o tamamlığın gələ bilmək üçün orada mütləq və mütləq to'dan istifadə etməliyim. Amma told'da to'dan istifadə etmirik. Ümumi qaydadır. Bunu da yadımızda saxlayırıq. İndi baxıram. The boss said to me. Mənə dedi ki, send the documents immediately. Dokumentləri dərhal göndər. İndi boss deyirəm ki, burada said'dir də. İndi bunu mən dəyişdirirəm. Əmr elədi. Görürsünüz, əmr eləmək feillərinin birindən qoyuram. Və əmr elədi mənə. Bunu da qoydum. Buradakı feilim nə idi? Cümlə başlayanda nə ilə başlayırdı? Əmr cümləsində feillə başlayırdı. Feili sadəcə nə elədim? To ilə verdim. To send the documents immediately. İndi bura baxırıq. Mənim dostum mənə dedi ki, zəhmət olmasa bu çantaları daşımağa mənə kömək elə. Burada da gördüyümüz kimi asked məndən xahiş elədi ki, burada nə idi? Help-dir elə. To ilə verirəm. To help. Bu dostum deyib də mənə. Dostum da kişi cinsindədir. Mən onu nə edim? Pronounu dəyişməliyəm. Him elədim. To carry this bag. İnkar cümləsini düzəltmək üçün nə edirik? Notdan istifadə edirik. Bax, the policeman said to me. Polismen mənə dedi ki, don't move anywhere. Heç ara tərpənmə. Elə. Told the thief. Gördünüz? Buradan sonra the thief. Oğruya dedi ki, polismen oğruya dedi ki, burada nə elədik? Don't move olduğuna görə biz nə elədik? Not to move-dan istifadə elədik. Deməli, əmr cümləsində də to'dan istifadə edirik. İnkar formasında da not to'dan istifadə edirik. Sonra burada ümumi məsələn dedik ki, say'dən sonra birbaşa tamamlıq gəlməz, amma say'dən sonra zət istifadə edə bilərəm. Say, zət. Və yaxud da ki, said, zət. Keçmiş formasında yazıb istifadə edə bilərəm. Bunlardan sonra. Amma bir şey də var ki, told'dan sonra tamamlıq gəldiyi halda, told, tell. Bunlardan sonra tamamlıq gəldiyi halda, burada da tərsinədir. Told'dan, tell'dən sonra zət istifadə edə bilmərəm. Baxın, zət gələ bilməz. Amma said'i məsəl üçün mən tamamlıqla vermək istəsəm, say'i tamamlıqla vermək istəsəm, araya bir dənə to qoyaram, kimsə girər də araya. To qoyaram, ondan sonra artıq istifadə edirəm. Bir də dedik ki, dəqiq bir vaxtda hərəkət baş verərsə, hər hansı bir əsir, il olarsa, onda dedik ki, dəyişiklik eləmirik. Bir də ki, hərəkətin zamanı budaq cümlə ilə ifadə olunarsa, ümumi həqiqətləri bildirərsə, hərəkət indi də dəyişməyibdirsə və yaxud da ki, ought to və should modal feilləri ilə olarsa, feilin şəxsiz formaları keçmişdir, participle, gerund, bunlarla olarsa, onda artıq dedik ki, dəyişiklikdən istifadə etmirik.